O, Allah Rəsulunun Reyhanın deyib qoxladığı, Hüseyin məndəndir, mən də Hüseyinnənəm buyuraraq ucaltdığı gözünün nuru idi. Lakin dünya tarixi heç vaxt bu qədər ağır bir imtihana şahidlik etməmişdi. Bir tərəfdə minlərlə nəfərlik zülm ordusu, digər tərəfdə isə su yolları kəsilmiş, lakin izzətindən zərrə qədər də güzəşdə getməyən 72 fədakar. Bugün qanın qılınca, məzlumun zalıma qalib gəldiyi ən böyük bəşəri dastanı Həzrət Hüseyin radiyallahu anhu və Kərbəla həqiqətlərini vərəqləyirik. Hazırsınızsa, tarixin gedişatını dəyişən o 72 sarsılmaz iradənin hekayəsinə başlayaq. Nübüvvətin ikinci reyhanı, şəhadət müjdəsi ilə başlayan ömür. Hicrətin 4-cü ilində Mədinə şəhəri növbəti bir müjdə ilə nurlandı. Həzrəti Əli və Həzrəti Fatimənin ocağında Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ikinci nəvəsi dünyaya gəldi. Rəsulullah körpəni ağ bir parçaya bükülmüş halda qucağına alıb, qulağına azan oxudu və ona Hüseyn adını verdi. Bu ad sanki gələcəkdəki uca məqamın və gözəlliyin ilk nişanəsi idi. Həzrəti Hüseyn radiyallahu anhu uşaqlıq illərini birbaşa vəhyin mərkəzində babasının nəvazişi ilə keçirdi. Allah Rəsulu onu o qədər çox sevirdi ki, minbərdə xütbə oxuyarkən balaca Hüseynin yıxıldığını görsə, xütbəsini yarımçıq qoyub aşağı enər və onu bağrına basardı. Onun haqqında buyurduğu bu sözlər isə tarixin yaddaşına əbədi həkk olundu. Hüseyin məndəndir, mən də Hüseyinnənəm. Allahı sevən Hüseyini sevsin. Lakin bu sevginin içində həm də böyük bir kədər gizli idi. Rəvayət olunur ki, Hüseyin hələ körpə ikən Cəbrail əleyhissalam gələrək bu uşağın ümməti tərəfindən Kərbəla adlı bir yerdə şəhid ediləcəyi xəbərini gətirmiş və oradan bir ovuc torpaq təqdim etmişdi. Peyğəmbərimiz bu xəbəri eşitdikdə gözləri yaşla dolmuş, nəvəsini qoxlayaraq onu gözləyən ağır taleyi ağlamışdı. Həzrəti Hüseyin əleyhissalam babasının vəfatından sonra gənclik illərini atasının sadiq bir köməkçisi kimi keçirirdi. O, həm elmdə, həm də cəsarətdə atasının yolunu davam etdirirdi. Səffeyn və Cəməl kimi çətin döyüşlərdə ön cəbhədə yer alsa da, onun əsl mübarizəsi illər sonra İslamın mahiyyətini qorumaq üçün başlayacaqdı. O, nübüvvət ocağında cəsarət, şəhidlik müjdəsi ilə isə səbr dərsi alaraq böyüdü. İzzətli müqavimət, haqqı batildən ayıran hicrət. Həzrəti Hüseyin radiyallahu anhu atasının və qardaşının xilafəti dövründə sadə bir həyat sürərək özünü elmə və insanların irşadına həsr etmişdi. O, haqsızlıq qarşısında susmayan, lakin ümmətin birliyi üçün səbr etməyi bacaran bir iradəyə sahib idi. Lakin hicrətin 60-cı ilində İslam dünyasında yeni və qaranlıq bir dönəm başladı. Müaviyənin vəfatından sonra hakimiyyətə gələn Yezid, İslamın təməl prinsiplərini sarsıdan bir idarəçilik nümayiş etdirməyə başladı. Yezid öz hakimiyyətini qanunləşdirmək üçün Həzrəti Hüseynin beyyətini tələb edirdi. Lakin Allah Rəsulunun nəvəsi üçün bu sadəcə bir siyasi seçim deyildi, bir iman məsələsi idi. O, tarixin axarını dəyişən o məşhur sözləri buyurdu. Mənim kimi biri Yezid kimi birinə əsla beyyət etməz. Bu sarsılmaz iradə zülmə qarşı izzətli müqavimətin ilk qığılcımı oldu. Həzrəti Hüseyin əleyhissalam zülmə boyun əyməyərək ailəsi və sadiq tərəfdarları ilə birlikdə Mədinədən Məkkəyə hicrət etdi. Bu müqəddəs yolçuluq Küfə əhlinin minlərlə dəvət məktubu ilə yeni bir mərhələyə qədəm qoydu. O yaxşı bilirdi ki, bu gediş sadəcə bir hakimiyyət mübarizəsi deyil, bu İslamın mahiyyətini, ədaləti və həqiqi Mühəmmədi ruhu qorumaq üçün atılan bir addımdır. Məkkədən çıxarkən məqsədini belə bəyan etmişdi. Mən azğınlıq, təkəbbür, fəsad törətmək və zülm etmək üçün çıxmadım. Mən yalnız babamın ümmətini islah etmək üçün qiyam etdim. Beləliklə, haqqı batildən ayıran o böyük hicrət, sonu şəhadətə çıxan, adı da ölümsüzlüyə çıxan Kərbəla yolçuluğu başladı. Kərbəla, qanın qılınca qalib gəldiyi gün. Hicrətin 61-ci ili Mühərrəm ayının əvvəlləri, Həzrəti Hüseyin radiyallahu anhu və ailəsi Kərbəla adlanan susuz və isti bir çöldə minlərlə nəfərlik Yezid ordusu tərəfindən mühasirəyə alındı. Günlərlə davam edən mühasirə zamanı Peyğəmbər ailəsinin su yolları kəsildi. Uşaqların fəryadı Fərat çayının şırıltısına qarışdı. Lakin nə susuzluq, nə də ölüm qorxusu bu 72 nəfərlik, kiçik lakin imanlı qrupun iradəsini qırmadı. Aşura günü tarixin ən qanlı və ən şərəfli səhifəsi açıldı.
Həzrəti Hüseyn əleyhissalam hər bir tərəfdarının, qardaşlarının və övladlarının bir-bir şəhadətə ucaldığını gördü. Hətta 6 aylıq körpəsi Əli Əskərin oxla boğazından vurulması belə onun haqqa olan bağlılığını sarsıtmadı. O, tək qaldığı son anlarda belə diz çökmədi. Əlində qılıncı, qəlbində Allah sevgisi ilə bəşəriyyətə izzət dərsi keçdi. Sonda çoxlu ox və qılınc yaraları altında şəhadətə qovuşdu. Aşura günü Kərbəla çölündə sadəcə bir nəsil deyil, bir fədakarlıq məktəbi tarixə həkk olundu. Həzrəti Hüseyn radiyallahu anhu ilə birlikdə həmin gün Əhl-i Beytin ən seçkin üzvləri şəhadətə ucaldı. Onların arasında imamın qardaşı və bayraqdarı, şücaət rəmzi Həzrəti Əbbas, böyük oğlu Əli Əkbər, hələ südənmər körpəsi Əli Əskər, qardaş oğlu Qasim bin Həsən və Peyğəmbər ailəsinin sadiq dostlarından olan Həbib bin Məzahir kimi 72 fədakar var idi. Bu kiçik qrup 30 minlik Kufə ordusuna qarşı mənəvi bir sipər çəkdi. Döyüşdən sonra şəhidlərin mübarək cəsədləri elə Kərbəla torpağında bugün milyonlarla insanın ziyarətgahına çevrilən Kərbəla Şəhidlər Xiyabanında dəfn olundu. İmamın məzarı üzərində ucalan məqbərə bugün ədalətin və azadlığın simvolu hesab olunur. Həzrəti Hüseyn əleyhissalamın ailəsi, öz cümlədən xanım Zeynəb və imamın sağ qalan tək oğlu İmam Zeynulabidin əsir götürülərək əvvəl Kufəyə, sonra isə Şama aparıldı. Məhz onların bu yolçuluq zamanı etdiyi alovlu çıxışlar Kərbəla həqiqətlərini bütün ümmətə yaydı. Bu şəhadət hər yer Kərbəla, hər gün Aşura fəlsəfəsini doğuraraq zaman və məkan fərqi olmadan zülmə qarşı çıxmağın ən böyük düsturuna çevrildi. Kərbəla sadəcə bir matəm deyil, bir diriliş məktəbidir. Videomuzu bəyəndinizsə, bu böyük fədakarlıq haqqında rəylərinizi yazmağı və kanalımıza abunə olmağı unutmayın. Haqq və ədalət yolunda qalmağınız diləyilə.